Yəni burada əslində biz bu nəticəyə gəlirik ki, bütün xəstəliklər bədənimizdədir, şəfası da bizdədir. Bəli. İnsan bəs bunu necə dərk eləsin Rasim müəllim? Necə dərk eləsin? Öz üstündə necə işləsin? Mən demirəm ki, təkcə yoqadır. Tutaq ki, cürbəcür sistemlər də var. Uşu var, Taysizyuani var, cürbəcür xalqların deməli sistemləri var. İndi mənə yaxın olub yoga. Ona görə mən yoqaya deyə bilərəm ki, yoga ilə məşğul olsa, amma düzgün məşğul. Özü də yaxşı müəllim tapmalıdır. Çünki indi belədir ki, yoga olub brend. Kimin ağlına nə gəldi? Deyir ki, bu yogadır, amma əslinə qalsa yoga deyil. Bu təzə, deməli, hardasa 1930-cu ildən sonra əmələ gələn yoga vardı. Mənim kitabımda 22 dənə yoga var, növlərdə. Ancaq əsl yoga odur. Qalan, tutaq ki, yoga heyvanlarla. Yoga verilib adama, heyvana verilməyib. Da, necə ola bilər ki, yoga heyvanlarla. Biraz gülünç gəlir. Sonra o ayrı cür yoga var. Hansı ki, o yogaya aid deyil. Çoxsu aerobikaya bəlkə də yaxındır.